İsrail Sepah komandanı Əhməd Vahidini öldürmək üçün kəşfiyyat məlumatları əldə etməyə çalışır. O təyinat aldığı gündən görünməyib, lakin o sağdır və əməliyyatlara birbaşa nəzarət edir. İranın cənubunda yerləşən Şiraz şəhərinin polis idarəetmə kompleksinə hava hücumu həyata keçirilib. Məlumata görə kompleks ərazisində bir neçə partlayış baş verib və bəzi binalar ciddi ziyan görüb. Hücum nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. İsrail ərazisindən yönələn intensiv raket hücumları fonunda Araz şəhərində vəziyyət kritik həddə çatıb. İran tərəfindən həyata keçirilən son raket zərbələri nəticəsində ilkin məlumatlara görə 6 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb. Məlumata əsasən Araz şəhəri demək olar ki, xarabalığa çevrilib. Şəhərdə ardıcıl partlayışlar baş verir. Yaşayış binaları dağılıb, infrastruktura ciddi ziyan dəyib. İran raketlərinin zərbələri fasiləsiz şəkildə davam edir və bölgədə panika hökm sürür. Whoa! 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 Abba! Whoa! Whoa! Abba, this hit the first part. Wow! That is crazy. Wow! İranın İslam İnqilabı Keşikçiləri Korpusu Qətərin paytaxtı Doha ilə bağlı kəskin məzmunlu təxliyə çağırışı yayıb və bölgəni qanuni hədəf elan edib. Bəyanatda qeyd olunur ki, həmçinin ərazi Amerika qüvvələri və maraqlarına ev sahibliyi etdiyi, həmçinin media platformaları vasitəsilə İran xalqına qarşı təhrik edici fəaliyyətlərin aparıldığı üçün hədəf kimi qiymətləndirilir. Sepah xüsusilə Əl Cəzirə telekanalının baş qərargahını vurmaqla hədələyərək bölgədə olan hər kəsə xəbərdarlıq edib. Qeyd olunub ki, təhlükəsizlik baxımından ərazidə olan şəxslər mümkün qədər tez həmin zonanı tərk etməlidir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Kosmik Qüvvələrinin komandanı Seyid Məcid sərt açıqlama ilə çıxış edib. O, bu gecədən etibarən İsrail səması üzərində nəzarətin elan olunduğunu qeyd edib. Komandanın sözlərinə görə, İran artıq işğal altındakı ərazilərin səması üzərində raket nəzarəti qurduğunu bəyan edir. O qeyd edib ki, qarşıdakı hücum dalğalarında tətbiq olunacaq yeni taktika və buraxılış sistemləri Amerika və İsrail komandirlərini ciddi şəkildə təəccübləndirəcək. O əlavə edib ki, bu gecə işğal altındakı ərazilərin cənub səması saatlarla işıqlanacaq və bu İranın hərbi gücünün nümayişi olacaq. Amerika İranla mümkün sülh danışıqlarına hazırlıq mərhələsinin müzakirəsinə başlayıb. Bu barədə Axios nəşri məlumat dərc edib. Məlumata görə müharibə daha 2-3 həftə davam edəcək. Lakin bu zaman ərəfəsində diplomatik danışıqların formatı da müzakirə olunacaq. Belə ki, Amerikanın İrana bir neçə ölkə vasitəsilə mesajlarını çatdırdığı qeyd olunur. Bunlar Qətər, Misir və Böyük Britaniyadır. Nəşr qeyd edir ki, Amerikanın sülh üçün tələbləri ağırdır. Hörmüz boğazı açılmalı, İran raket proqramını 5 il müddətinə dondurmalı, uranın zənginləşdirilməsi dayandırılmalı və nüvə obyektlərinin fəaliyyəti dayandırılmalıdır. Səudiyyə Ərəbistanı krallığındakı İran səfirliyinin hərbi atəşəsi, onun köməkçisi və diplomatik nümayəndəliklərində çalışan digər 3 əməkdaşı arzu olunmaz şəxslər elan olunub və onların 24 saat ərzində ölkə ərazisini tərk etməsi tələb edilib. İran İsrailin Dimona şəhərinə də raket zərbəsi endirib. İran raketinin zərbəsi nəticəsində təxminən 40 nəfər yaralanıb. Bu barədə İsrailin Milli Təcili Yardım Xidməti məlumat yayıb. פועלים. פה לרוס, חבל על הזמן. חבל על הזמן. כן, כן. זה מה שאני אומרת, שאל תתקרבו לשם. משטרה בדרך. İranın Dimonadakı İsrail nüvə mərkəzinə hücumundan sonra şəhərdə fövqəladə vəziyyət elan edilib. İsrailin Dimona nüvə obyektindəki işlənmiş yanacaq saxlama məntəqələrində və inzibati binalarda yanğınlar qeydə alınıb. İsrail ordusunun helikopterləri mərkəzin 21 yaralı işçisini təxliyə edib. Onlarla insanın öldüyü deyilir. Hakimiyyət orqanları şəhərə giriş-çıxışı bağlayıb, məktəblərdə dərsləri ləğv edib və fövqəladə vəziyyət elan edib. İran bildirib ki, hücum Nətənzəki bir obyektə edilən hücuma cavab olaraq həyata keçirilib.